Salam, axşamınız xeyir olsun. Hər birinizi salamlayıram. Hər birinizin hər vaxtınız xeyir olsun deyirəm. Mən Anar Hümmətli 8 noyabr Zəfər günü münasibətilə hər birinizi təbrik edirəm. Zəfər günü necə əldə olundu, Zəfər günü kimi tarixə necə yazıldı, bununla bağlı öz şəxsi fikirlərimi dəyərli izləyicilərimlə bölüşəcəm. Bildiyiniz kimi Azərbaycan xalqı olaraq 2020-ci əsrin də 2 dəfə müstəqillik əldə edən bir dövlət olduq. Yəni 2 dəfə müstəqillik nə deməkdir? 1918-ci ilin 28 may Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə ilk dəfə müstəqil dövlət olaraq dünyaya öz müstəqilliyimizi bəyan etdik. 23 ay fəaliyyət göstərən müstəqillikdə xeyli işlər görüldü. Lakin çox təəssüflər olsun ki, Sovet Rusiyası tərəfindən işğal olunaraq 71 il Sovet Rusiyasının tərkibində qaldıq. Bundan əlavə 71 il mübarizə aparan bir xalq olaraq 20-ci əsrin 90-cı illərində ikinci dəfə müstəqillik əldə etdik. Yəni ikinci dəfə nə deməkdir? 1991-ci ilin 18 oktyabr Sovet Rusiyasının dağılması prosesində Sovet Rusiyasının tərkibindən çıxan xalqlardan biri də Azərbaycan xalqı oldu. Və öz müstəqilliyimizi ikinci dəfə quraraq dünyaya bir dəfə öz müstəqilliyimizi elan etdik. Və bundan əlavə müstəqilliyimizi qurduqdan sonra xeyli çətinliklərlə üzləşdik. Qonşu dövlətlərimiz olan düşmən ölkə Ermənistanın təcavüzü ilə, terroru ilə, təzyiqi ilə üzləşən bir dövlət olduq. Yəni Ermənistan dövləti tərəfindən və onun havadarlarının maliyyələşdirərək Ermənistanı üzərimizə qaldıraraq torpaqlarımızın işğalı, xalqımıza qarşı terrorlar, təxribatların üzləşməsi ilə məruz qaldı. Bundan əlavə bir xalq olaraq düşmən terrorunun, işğalının qarşısı sınmayaraq, əyilməyərək, mübarizə apararaq birlikdə həmrəy olduğumuzu göstərdik və dünyaya bir daha sübut etdik ki, biz öz suverenliyimizin gec-tez olsa bərpa edəcəyik, işğalına barışmayan bir dövlət olacaq. Bundan əlavə bir sözü deyərdim ki, həmin suverenliyimizin bərpa olunması gün 21-ci əsrdə baş verdi. Mən deyərdim 21-ci əsrdə Azərbaycan xalqı ən böyük uğuru 2020-ci ilin 27 sentyabr və 8 noyabr Vətən müharibəsi dövründə göstərdi. Bəli, xalqın ən böyük qələbəsi bax budur. Öz suverenliyini 30 illik həsrəti 44 günə son qoyan bir xalq olaraq sözümüzü dedik. Bu münasibətlə necə deyərlər, Vətən savaşında bizə ilk əvvəl göydə Allah, yerdə Ali Baş Komandanı və Azərbaycan ordusu bir xalq olaraq və dünyada yaşayan qardaşlarımızla birlikdə həmrəy olaraq öz sözümüzü dünyaya çatdırdıq və öz suverenliyimizi bərpa etdik. 27 sentyabr, 8 noyabr xalqın tarixində ən unudulmaz bir gün, 44 günlük Vətən savaşı. Bəli, bu bizim unudulmaz bir günümüz. Bugün də 8 noyabr artıq bizim Zəfər bayramımızın 5 ili tamam olur. İstər 5 il olmasın, 10 il olsun, bəlkə əsrlər keçəcək. Bu Zəfər bayramı unudulmaz bir gün olacaq. Bəli, bugünkü gündə deyərdim ki, dünyada xeyli dövlətlər var bir-birinə münaqişəli, müharibə vəziyyətindədir. Hələ də bu günə qədər öz necə deyəm, münaqişəni bitirmirlər. Amma Azərbaycan bir xalqı olaraq 30 illik həsrəti biz 44 günə son qoyduq. Bu bizim xalqın necə deyəm, mübarizə olmasını, həmrəy olmasını göstərdi. Və dünya da öz gözləri ilə gördü ki, bu xalqdan hesablaşmaq lazımdır. Bu xalq yəni bəlkə 30 il keçməz, 40 il, 50 il keçər, bu itirilmiş torpaqlarla barışmayacaq. Və bunu birlikdə xalq olaraq göstərdik dünyaya. Allah şəhid qardaşlarımıza rəhmət eləsin. Yaralanan qazi qardaşlarımıza Allah şəfa versin. Bugünkü gündə biz zəfərimizi onlara başlayırıq, əziz dostlar, əziz millətim. Bir daha bayramınız mübarək, hər birinizin gözəl zəfərlər arzu edirəm, gözəl bayramlar arzu edirəm. Bundan əlavə 8 noyabrdan sonra 10 noyabr tarixi. 10 noyabr tarixi də seçilmiş bir tarixdir dostlar. Bilirsiniz niyə görə? Bununla bağlı bir fikir bildirim. 10 noyabr tarixi odur ki, ilk dəfə 3 əsr əvvəl 1724-cü ilin 10 noyabr tarixi Çar Rusiyasından olan 1-ci Pyotrun verdiyi manifestlə erməniləri istədikləri yerdə məskunlaşdırılmasına icazə verilsin. Və bugünkü gündə bizim başımıza gətirilən soyqırımların tarixi ilk əvvəl ona gedir. 10 noyabr tarixi. Və Azərbaycan xalqı olar 10 noyabrda Zəfər müharibəsi bitməsini göstərdi və bağlanan kapitulyasiya ilə 296 illik erməni-rus seçiminə son qoyan bir dövlət kimi tarixə düşdük. Yəni 10 noyabr tarixi də seçilmiş bir tarixdir. Xalqın tarixində seçilmiş bir rəqəmləri var.
1918 olsun, 1991-ci il olsun, 2020-ci ilin 27 sentyabrı, 8 noyabr və 10 noyabr. Bu seçilmiş tarixlər elə belə tarixlər deyil. Bəli, bunlar bizim ən böyük müqəddəs rəqəmlərimizdir. Və 44 rəqəmli bizim müqəddəs rəqəmimizdir. 27 sentyabr anım günümüzdür, 8 noyabr zəfər günümüz və 10 noyabr artıq 296 il erməni rus tezminə son qoyan bir tarix kimidir. Bir daha bayramınız mübarək, hər birinizi təbrik edirəm. Daha gözəl bayramlar arzu edirəm və bir xalq olaraq daim həmrəy olmanızı arzu edirəm. Təbriklər Azərbaycan. Yeni videolardan xəbərdar olmaq istəyirsinizsə, Anar Hümmədi YouTube kanalına, Instagram səhifəsinə və TikTok səhifəsinə abunə olun. Təbriklər.